Türkiyədə məşhurluq qazanmış 10 Azərbaycan əsilli sənət adamını təqdim edir. Acun Ilıcalı. Verilişlərin birində Türkiyəli məşhur media maqnatı Acun Ilıcalı qocalmamasının səbəbindən danışarkən əslən Azərbaycanlı olduğunu dilə gətirmişdi. Ataol Bəhramoğlu. Azərbaycan əsilli, ailəsinin soyadı Gürus olan Ataol Türkiyədə kifayət qədər tanınan şairlərdəndir. Eyni zamanda Rus ədəbiyyatının türk dilinə ən gözəl tərcüməçilərindən hesab olunur. Tamer Qaradağlı. Yaratdığı sərt kişi obrazı ilə Türkiyə səhnəsinin ən sevilən aktyoruna çevrilən Qaradağlı da Azərbaycanlıdır. O əslən Qərbi Azərbaycandandır. Türkən Şoray. Türkiyənin əvəzolunmaz simaları sırasında yəqin ki, bu xanım birincidir. Yeşilçamın axtarılan üzü olan Türkən xanım özü də müsahibəsində əslən Azərbaycanlı, daha dəqiq desək, ata tərəfdən Naxçıvanlı olduğunu bildirmişdi. Əhməd Şəfəq. Türkiyə şou biznesinə adını qızıl hərflərlə yazdıran Əhməd Şəfəqin əslən Azərbaycanlı olduğu bildirilir. Özü isə İstanbulda doğulub. Azərbaycanda da çox sevilən bu sənətkar həm musiqiçi, həm bəstəkar, həm söz yazarı, həm də jurnalistdir. Günel Zeynalova. İbrahim Tatlısəsin kəşf edib Türk dünyasına tanıtdığı Kiçik Günel artıq Türk şou biznesində özünə yer edən sənətkara çevrilib. Nəsrin Cavadzadə. Türkiyənin ən çox sevilən simalarından olan Nəsrin Cavadzadə 1982-ci ildə Bakıda dünyaya gəlib. Lakin 3 yaşında ailəsi ilə Türkiyəyə köçməli olub. Türkiyədə tanınmış kino və teleserial aktrisasıdır. Ezo. Rafət Əlromanla oxuduğu Kalbinə sürgün mahnısı ilə məşhurlaşan gözəl səsli Ezo da əslən Azərbaycanlıdır. Özü də hər reportajında Bakıda olmasını vurğulayır. Tuğba Əkinçi. Bir çoxumuzun O Şimdi Asker mahnısı ilə tanıdığımız Qars doğumlu Tuğba da Azərbaycan əsilli türklərdəndir. Başak Sayan. Ata tərəfdən Azərbaycanlı olan Başak Sayan Türkiyədə çox sevilən aktrisa, senarist və yazarlardan biridir.